Şəngülüm, şüngülüm, məngülüm. Biri vardı, biri yoxdur. Allahdan başqa heç kim yoxdur. Bir keçi var idi. Onun 3 balası vardı. Biri Şəngülüm, biri Şüngülüm, biri də Məngülüm. Keçi hər gün gedib otlayar, axşam evə qaydanda balalarına belə deyərdi. Balalarım, balalarım, Şəngülüm, Şüngülüm, Məngülüm. Ananız gəldi, açın qapını. Balaları da anasının səsini eşidib qapını açardılar. Bir gün canavar bunu eşitdi. Fikirləşdi ki, keçinin balalarını yeyim. Gəldi, qapını döyüb dedi. Balalarım, balalarım, Şəngülüm, Şüngülüm, Məngülüm. Ananız gəldi, açın qapını. Balalar qulaq asdılar. Gördülər ki, səsi qalındı. Analarının səsinə oxşamır. Dedilər, yox, sən bizim anamız deyilsən. Anamızın səsi incədir. Canavar getdi, balını yedi ki, səsi incə olsun. Yenə gəldi, dedi. Balalarım, balalarım, Şəngülüm, Şüngülüm, Məngülüm. Ananız gəldi, açın qapını. Balalar eşitdilər ki, bu dəfə səsi nazikdir, analarına oxşayır. Açdılar qapını. Canavar içəri girdi. 3 balanı da utdu. Axşam keçi gəldi, gördü ki, balaları yoxdur. Çox ağladı, çox sızladı. Sonra qapının ağzında canavarın yuxuya getdiyini gördü. Qarın qulağını dinlədi, balalarının səsi içərdən eşidildi. Keçi bıçaq gətirib canavarın qarnını yardı, balalarını çıxartdı. Qarına isə daş doldurdu, tikdi. Canavar oyandı, su içmək istədi. Qarın ağır olduğundan çaya düşüb batdı. Keçi balaları ilə sevinc içində evinə qayıtdı. Nağıl da burada bitdi. Videoyu bəyənməyi və kanala üzv olmağı unutmayın.